Salam hörmətli abituriyentlər. Bugün 11-ci siniflər üçün 5 oktyabr OTK imtahanının suallarına və düzgün cavablarına baxacaq. Hər kəsə uğurlar. İlk sualdan başlayaq. Birincisi, A-nın hansı ən kiçik qiymətində ifadənin qiyməti natural ədəddir deyir. Deməli, bu sualın həllində əvvəlcə bizə verilən ifadənin qiymətin nə olduğunu tapmalıyıq. Yəni, birinci ifadə 0,1 dövrdə 3, 90-da 13-dən 1 çıxsam 12-dir. Bunu da 6-ya ixtisar aparsam 15-də 2 alaram. 1 üstə gəl 0,4-də 3, 3-də 1 də bizə 3-də 4 eləyir. 15-də 12-ni 3-də 4-ə bölmək 4-də 3-ə vurmaqdır. Burada da bununla bu ixtisar getsə 5, bununla bu ixtisar getsə burada qalır 2, qalır 10-da 1. A vurulsun 10-da 1 qiymətin natural ədəd olması üçün A böl 10 natural olmalıdır. O zaman da A 10 olmalıdır. Doğru cavab Y variantı. Məhsulu 40% gəlirlə, yəni 100% olduğu üçün məhsulun qiyməti 40% gəlir, 140% deməkdir. 140%-i 560 manatdır. 20% ziyanla, yəni 100%-i 20% ziyanı 80% deməkdir. 80%-i də x manat desək. Bunun 4 misli burada durubsa, 80-i də 4-ə vursaq x eləyər. Doğru cavabımız 320 olacaq. A variantı. 33-cü sualda deyir ki, ABC sualında BY təm bölən BD 4 Y medianların keçdiyi nöqtədir. Medianların keçdiyi nöqtə deyirsə, onda medianlar 2-nin 1-ə nisbətində keçdiyi üçün bura 2x, bura x olar. BD-nin uzunluğunu 4 verib, AB-nin uzunluğuna da A desək, tənbölənin xassəsinə görə tənbölən qarşı tərəfi digər iki tərəflə mütənasib hissəyə ayırır. Yəni, bu hissənin bu hissəyə nisbəti 4-ün x-a nisbəti, bu hissənin A-nın bura nisbəti 2x-a nisbəti çarpaz vursaq, AX bərabərdir 8x alarıq. Hər tərəfi x-a bölsək, A bərabər 8 alarıq. Doğru cavab A variantı olar. Növbəti sualda eyni məntəqədən eyni anda hərəkətə başlayan iki avtobusdan birincisi 36 dəqiqə, ikincisi isə 40 dəqiqədən bir çıxdıqda məntəqədə olurlar. Ən azı neçə dəqiqədən sonra hər iki avtobus eyni anda məntəqədə olar. Bunun üçün əkop 36 və 40 yazmalıyıq. 36-nı biz 4 vurulsun 10, 40-ı isə 4 vurulsun, 36-nı 4 vurulsun 9, 40-ı isə 4 vur 10 yazıb hər birinə ortaq vurub 4-ü çıxarsaq, qalar əkop 9, 10. Qarşılıq sayılarının əkobu hasili 90-dır. Qarşıdakı 4-ə də dəysə 360 dəqiqə olar. 35-ci sualın məxrəcinə 1 deyib çarpaz vursaq, x plus 3y bərabərdir 8x alaram. Buradan x-in qiymətini, 3y-in qiyməti daha doğrusu bərabər olar. 3y bərabərdir 8x-dən x-i çıxsam 7x-a. Burada y, x-in əmsalı 7k, x da y-in əmsalı 3k deyib nəzərə alsam burada x plus y 10k surətdə, məxrəcdə x minus y mənfi 4k. K-ları ixtisar aparsaq və bu ifadəni 2-yə ixtisar aparsaq, mənfi 2, burada da 5. Doğru cavab D variantı olar. Düzləri sayının iti bucaqlarından biri 32 dərəcə olarsa, digərini tapın. İti bucaqlarının cəmi 90 olduğu üçün 90-dan 32-sini çıxmalıyıq. 8, 8-dən 3, 58 dərəcə. Doğru cavab C variantı olar. 8 ədədinin ədədi ortası 18-dir. O zaman bu 8 ədədinin cəmi 18 vur 8. Bu da 144 edir. Bu ədədlər arasından ədədi ortası 13 olan 3 ədəd çıxdıqda, ədədi ortası 13 olan 3 ədəd deyirsə, həmin bu 3 ədədin cəmi 39 olur. 13-ü 3-ə vururuq. Qalan ədədlərin cəmini tapın. Yəni 144-dən 39-un çıxmalı 5, 0, 1, 105 olacaq doğru cavabımız. Növbəti. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün A birləşmə B çoxluğunun ən çox neçə elementi var? Çoxluqların birləşməsində əgər bura 0 desək, onda A ilə B cəmlənməlidir. Lakin boş çoxluq demirsə, onda bura 1 deyəcəm. A-nın 10 elementindən biri buradadırsa, 9-u burada, 8 elementdən biri buradadırsa, 7-si burada. Ümumi cəmləsək birləşmə, yəni 17 olar. Tam hissəsini tapın. Ümumiyyətcə moduldan çıxanda həmişə müsbət çıxırdı. Kök 2 minus 5 mənfi olduğu üçün çıxanda yerlər dəyişər. 5 minus kök 2 çıxar. Kök 2-nin təxmini qiyməti 1 tam nə qədərdir? 5-dən 1 tam nə qədər çıxsaq? 3 tam nə qədər olar? 3 tam nə qədərində tam hissəsi 3 olar. Müqayisə edəndə A hissəsi
3 tam 4, 4, 4 gelir. B hissəsi 3 tam 13, 13 gedir. C hissəsi isə 3 tam 20, 20 bu formada gedir. İndi bu ədədlərin müqayisəsində baxsaq, tam hissələr eyni. Burada 4'dür, burada 1'dir, burada da 2'dir. Yəni ən böyük A olur, sonra C, sonra da B. Doğru cavab A variantı olacaq. 41-ci sualda. A və B sadə ədədləri üçün A plus B cəmini tapın. Bu şərti bizə verib. Deməli, kiçik sadə ədədlərimizdən 2'dir, 3'dür. Bunlardan başlasaq 5, 7. İndi biz məsəl üçün B-yə 2 versəm, bu olar 6. 13'dən 6 çıxsam 7, 2'yə bölünməz. Onda B 2 olmaz. B-yə 3 versəm, 3 üçün 9 olar. 2A plus 9 bərabər 13. Burada 2A-nın qiyməti 4 olar. A da 2 olar. Deməli, A 2 ola bildi. B isə 3 ola bildi. Bizdən də A plus B cəmini soruşur. Doğru cavab 5 olacaq. 42-də 6 kvadrat metr xalça üçün 9 günə toxunarsa, 6 kvadrat metr üçün 9 gün, bizdən soruşur ki, 8 kvadrat metr üçün x gün lazımdır. Düz mütənasib olduğu üçün çarpaz vursam 6x bərabərdir 72-yə, x bərabərdir 12-yə. Doğru cavab 12 olacaq. 43-cü sualda. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğu üçün 2x plus 4'ü mən 3x minus 18'ə bərabər eləsəm, x-in qiyməti 22 olar. Y variantı. İpin ucunun uzunluğunun 4'də 1 hissəsi qədər kəsildikdə, ipin orta nöqtəsi 6 cm yer dəyişər. Deməli, mən ipin uzunluğuna 4x desəm, 4'də 1 hissəsi kəsildi, yəni 1x-i kəsildisə, ipin uzunluğu olacaq 3x. Uzunluğu 3x olacaq və ipin əvvəlki uzunluğu 2x idi, indi uzunluğu 1/5x oldu. Aradakı fərq 10/5x-dir. Deyir ki, 6 cm yer dəyişdi. İpin əvvəlki uzunluğunu tapın. Buradan x-i tapsam 12 olar. İpin uzunluğu da 4x, yəni 48 olacaq. Həqiqətən yoxlasaq, ipin uzunluğu 48 cm-dən doğru çıxacaq. Çoxluğun alt çoxluqlarının sayı 2 üstü n düsturu ilə tapılır. 3 element olduğu üçün 2 üstü 3, yəni 8 alt çoxluğu var. Növbəti. Natural ədəd 4, 5, 6 nisbətindədirsə, biri 4x-dir, biri 5x-dir, biri də 6x-dir. Ən böyük bu ədədin neçə faizdir? Ən böyük 6x-dir. Bunların cəmi də 15x-dir. Faizlə ifadə edəndə 100-ə vurmaq lazımdır. X-lar gedər. 3-ə çıxar 2, 3-ə çıxar 5. Həmin 5-i də 100'ə bölsəm 20, 2'yə vursam 40% olar. Növbəti sualımıza baxaq. Bu ifadə A böl A, üstə gəl 2 böl A çıx, 6B böl B, çıx mənfiyə dəysə plus 2 böl B olar. Burada bu 1 eləyir, bu da çıx 6'sı var. 2 böl A ilə 2 böl B'nin cəmində 5 verib bizə. Bunların cəmi 1 ilə 5'in cəmi eləyəcək 6, 6'dan da 6 çıxsaq 0. Doğru cavabımız burada da 0 olacaq. Bir daha bu suala baxsaq təkrar. A böl A yazdıq 1 plus 2 böl A. Üstə gəl, çıx üzü istəyirəm, burada çıx var. Çıx 6B böl B, yəni 6 plus 2 böl B. Bizə 1 böl A ilə 1 böl B-ni vermiş olar, üzrü sayın. Burada 2 böl A ilə 2 böl B-nin cəmi 10 eləyir, çünki 1 bölləri verilib. 5 çıxsaq 5, bəli, doğru cavabımız 5 olacaq. ABC düzbucaqlı üçbucağında deyir ki, AB 20'dir, bura 12'dir. AD tənbələn olarsa CD parçasının uzunluğunu tapın. Bura 20, bura 12 isə Pifagora görə biz SB-ni tapsaq, Pifagora görə 8, bir də kvadratları fərqi 32, bu da eləyəcək 256, 256-dan kök 16 çıxar. Və CD parçası tənbölən qarşı tərəf digər iki tərəflə mütənsib hissəyə ayırdığı üçün bura 12x, burada 20x desəm, bunların cəmi 32x bərabər olmalı 16-ya, x də 2-də 1, 0, 10-da 5-dir. CD-nin uzunluğu 12x-dir, 12-ni 10-da 5-ə vursaq 6 olar, doğru cavabımız. Bostanın 5-dəki hissəsinə pomidor, 4-də 1 hissəsinə xiyar, qalan 140 kvadrat metr əkilib. Ümumiyyətcə 5-dəki 4-də 1, ortaq məxrəcə gətirsəm 20-də 8. 4'ə vurdum, 20'də 5.
20-də 13 getdisə, qalan isə 20-də 17-dir. Və deyir 140 kvadrat metr qalıb. 20-də 17 hissəsi 140 olan ədədi tapmaq üçün 140-ı 7-də 20-yə vurmalı. Bununla bu qısa gedər 20, 20-ni 20-yə vursaq 400. Ümumi ərazi 400 olacaq. Növbəti sualımıza baxaq. 28 nəfərlik qrupda olan şahidlərin 10-u ingilis dilini, 14-ü rus dilini, 8 şahid isə bu dillərdən heç birini bilmir. Neçə şahid hər ikisini bilir? Eyler-Venn diaqramı qurulanda deməli bu ingilis dili və rus dili. Hər ikisini bilən x nəfərdir. İngilis dilini bilən onun x-i buradasa 10 minus x-i buradadır. 14-ü rus dilini bilir. X-i buradasa 14 minus x-i buradadır. Və bunların hər üçünün cəmi 8 şahid bu dillərdən heç birini bilmirsə 28-dən 18-ini çıxırıq. Çünki bu hissə bilənlərə aiddir. Yəni 20 nəfər. 10 minus x plus 14 minus x bərabər olmalı 20-yə. Bunlar islah keçsə 24 minus x bərabər 20-yə, x bərabər 4-ə. Yəni hər ikisini bilən 4 nəfər olacaq. ABC üsyanında AB BC-yə bərabərdir 17-dir. Bura 17, burada 17-dir. DC 21 verib bizə. Bizdən AD-nin də 9 verib bu arada. BD-nin uzunluğunu soruşur. Bərabər yanlış üsyandır. Biz əvvəlcə bu tərəfin uzunluğunun 30 olduğunu bilirik. Və mən bu üçbucaq üçün hündürlük çəksəm, baxın bu üçbucağın bu hündürlüyünü çəkirəm. Hündürlük qarşı tərəfə endirilmiş perpendikulyardır və buradan bura qədər olan bu məsafə 30-un yarısı 15-dir. Bura 17, bura 15-dirsə Pifagora görə bura 8-dir. Bu 15-in də 9-u buradadırsa 6-sı da buradadır. Və bu düzbucaqlı üçbucaq üçün katetlər 8 və 6 oldusa, hipotenuz, yəni BD-nin uzunluğu 10 olacaq. ABC düzbucaqlı üçbucağında sinus bucaq B-ni verib bizə. Bu bucağın sinusunu verib 5-də 4 və AB-nin uzunluğunu 15 verib üçbucağın perimetrini soruşur. Bucağın sinusu qarşıdakı katet olan AC-nin hipotenuza 15-ə nisbətdir. Bu da 5-də 4-dürsə, bunun 3 misilsə, AC də bunun 3 misli, yəni AC 12 olar. Pifagora görə buranı tapsaq, 15-in kvadratından 12-in kvadratını çıxsaq, 3 vur, 27, 81, kök çıxar 9. Perimetr hər üçünün cəmidir. Bunların cəmi 21, üzərinə də 15 gəlsəm, 36. Perimetri 36 olar. Məhlulda olan duzun miqdarını 10% artırıb, suyun miqdarını 30% azaltsaq. Tutalım ki, A duzdur, B sudur. Onda məhlul A plus B-dir. Duzun miqdarını 10% artırsam artıq 1,1A duz olar. Suyun miqdarını 30% azaltsam 0,7B su olar. Və deyir məhlul dəyişmir. A-nı sağa keçirsəm bundan çıxsam 0,1A. Bununla sola keçir B-dən çıxsam 0,3B. Ona vursam A bərabərdir 3B olar. Bizdən əvvəlcə məhlulda duzun faizini soruşur. Surətdə duzun miqdarı yazılırdı həmişə. Duzun miqdarı A-dır. Məxrəcdə məhlul A plus B vur 100. Biz də A-nın yerinə 3B yazsaq, məxrəc 4B, 100-ə vursaq, B-lər ixtisar 4-də 3-ü 100-ə vuranda 75%. 75%-də məhlul alınar deyirik. Növbəti sualımız bu şəkil bu cürdür. Buradan da bu çəkilib. BAF bucağı, BAF bucağını verib bizə. BAF bucağı bir dəqiqə zəhmət olmasa baxaq. Burada şəkildə abituriyent işarələyib deyə rahat görünmür. Deməli, BAF bucağı uşaqlar bu bucağı 110 verib bizə. Bu bucağı da 30 dərəcə verib bizə. ABC bizdən bunu soruşur. Bizim burada eləməyimiz lazım olan BC buna paraleldirsə, bunu bu xətti uzatmaqdır. Uyğun bucaq olduğu üçün burada 30 olar və bu 3 bucaq AB buna da L nöqtəsi desəm, AB-yə 3 bucaqdakı bucaqların cəmi 180 olduğu üçün 140 plus bucaq B bərabərdir 180 desəm, bucaq B-nin dərəcə ölçüsünü 40 dərəcə tapa bilərik. AB vahiddən fərqli qarşılı sadə ədədlərdir. Qarşılı sadə ədədlər, fərqli qarşılı sadə ədədlərdir. Qarşılı sadə ədədlərin əbəbi 1 olduğu üçün 3x minus 11 1-ə, 3x bərabərdir 12-yə, x bərabərdir 4 alaram. Əkob AB isə 2x plus 4-dür. Yəni 2 4-ün 8, 8 ilə 4-ün cəmi 12-dir. Deməli, qarşılı sadə ədədlərdir. Qarşılı sadə ədədlərin əkobu onların hasilidir.
Qarşılı sadə ədədlərin hasili, deməli A vurulsun B bərabərdir 12 yazacağım. AB hasil 12 ilə qarşılı sadə ədədlərimiz 3 və 4 olduğu üçün A və B-yə 3 və 4 deyəcəm. Bunların cəmi olacaq 7. Bu qədər. Uşaqlar, növbəti imtahanlarda görüşərik. Hər kəsə uğurlar.